Bu videomuzda biz artıq ilkin kodlarımızı yazacağıq. Təbii ki, əvvəlcə layout TSX-i editləməkdən başlayaq. Deməli, Next 16-da, daha doğrusu Next-in belə deyək ki, son versiyalarında default olaraq onsuz da Google-un fontlarını belə deyək ki, çəkib gətirib burada istifadə edə bilir, amma təbii ki, lokal font da yazmaq olur. Bunu həm CSS-dən qoşa bilərsiniz, həm də ki, bu hissədə layout-a birbaşa belə deyək ki, məsələn, lokal font.js adında və yaxud da TS adında yazıb oradan import edib bura çağırmaq mümkündür. Bizdə indi biz baxsaq əslində ki, bizim dizaynda hansı fontdan istifadə olunubdur? Intel fontundan istifadə olunubdur. Bu çox güman ki, məncə əslində burada varmı, yoxmu? Əslində var. Elə buradan götürüb istifadə eləyərik. Elə gəlin buradan başlayaq o zaman. Bu ikisi bizə lazım olmayacaq. Bu ikisini nə edirik? Bu ikisini buradan silirik və birini sadəcə bu qaydada editləyirik. Bunun da adını sərgəli şəkildə dəyişək ki, bizə gələcəkdə problem yaratmasın. Bunu bu qaydada verəndən sonra təbii ki, müəyyən hələ ki, font veydləri ola bilsin ki, bizim üçün problem yaradacaq. Onu gələcəkdə belə deyək ki, editləyərik və yaxud da lokal font olaraq dizaynerdən alıb onu o qaydada gətirib istifadə etmiş olarıq. Daha sonra bunu bizdə elə bir dənəsi olsa bəs eləyəcək. Qalan ikisini nə etmək lazımdır? Silmək lazımdır. Qlobal CSS-imiz öz yerində qalır. Metadatamızda hələ ki, ilkin bu hissədə deyək ki, text-mail. Bunu bu qaydada dəyişmiş olaq. Bu hissədə hələ ki, eyni şeyi verək. Təbii ki, hələ ki, bu layihənin bu metadata nədir? Yəni, burada layihədə title hissəni biz editləyirik. Burada baxın, orada yazan kimi onsuz da burada görünmüş oldu text-mail. Favoritini falan da dəyişəcəyik. Və nəticə etibarilə hər bir səhifənin next-də öz metadatası olur ki, bu həm də generate metadata deyirik buna ki, API-dan da datanı alanda dinamik şəkildə generate metadata eləyək və orada göstərmiş olaq və ümumi tənzimləmələri də buradan etmiş oluruq ki, bunları da növbəti videolarımızda eləyəcəyik, hansı ki, hər hansısa bir favoritini falan yerləşdirməyi də bu hissədə etmiş olacaq. İndi layoutumuzu bu şəkildə editlədik, amma gəlin həm də nə edək? Biz burada bir nəticə etibarilə Next 16-da dediyimiz kimi source directory olmadığına görə biraz komponent məntiqini, ümumiyyətlə strukturu biraz yaxşı şəkildə qurmaq lazımdır. Burada məqsədimiz necə olacaq? Gələcək bu hissədə ümumi bir dənə komponent gəlin düzəldək və bu komponentin içərisində ümumi hansı ki, belə deyək ki, bütün layihənin üzərində olan komponentlər olacaq, bir növ shared komponentlər olacaq ki, bunları buradan verəcək və hətta ümumi UI-ya aid olan komponentlər olmuş olacaq. Digər komponentləri isə, page-lərin özünə məxsus komponentləri isə elə öz page directory-da vermiş olacaq. Burada indi nə edə bilərik? Gələk burada bir dənə də layout düzəltmiş olaq ki, bu da sərgəli olsun və çünki bilmirik də, yəni ola bilsin ki, məsələn, dizaynın növbəti, məsələn, login səhifəsi ola bilər və logində layout tam fərqli ola bilər. Bunun üçün də bir dənə layout papkası düzəldək. Bunun içərisində də bir default yaza bilmədik. Default layoutumuz olsun. Default layoutumuz olmuş olsun. Bu default layoutu əslində, elə gəlin bu qaydada düzəltmiş olaq. Default layout TSX deyək və default layout TSX-in içərisində nə edəcəyik? Burada header'ımızı, footer'ımızı, yəni ümumiyyətlə layihəyə aid olan hissələri burada vermiş olacaq. Bunu eləyəndən sonra bu hissəni gəlin bu qaydada nə edək? Düzəltmiş olaq. Default layoutumuz deyirik var bizim. Return'ımız olsun bu qaydada və bunu da bu qaydada vermiş olaq. Mən əslində bunu export defaultu yuxarıda da yaza bilərdim, amma necə deyim, komponentləri düzəldəndə bu mənə daha rahat bir sintaks deyə bu qaydada istifadə edirəm, amma təbii ki, məsələn, adi əslində baxsaq, page router'ın özündə ilə export default function home kimi yazılır. Bu hissədə də biz o qaydada verə bilərdik, amma artıq bu yenə də yəni ümumi struktura təsir etməyən, sadəcə bir yerdə başladığımızı əslində hamısında eyni davam etdirməliyik. Mən bütün komponentləri bu şəkildə düzəldəcəyimə görə bunu da bu qaydada vermiş oldum. Məqsədimiz nə olacaq? Bu default layoutun içərisində bizim header'ımız olacaq. Header'da bizdə header, footer daha doğrusu ikisi də olacaq. Bunlar bizdə ümumi layihəyə təsir edən bölmələrdir deyə elə layoutun içərisində gələrik bura. Burada bir də əlavə olaraq header komponenti folder düzəldəcəm və bunun içərisində artıq header TSX-imi verəcəm. Çünki
Burada məsələn locale ilə bağlı, search-ə bağlı nələr varsa, hamısını elə header-in içərisində yazmış olacağam. Header TSX istəyirəm. Bu hissəni də burada vermiş olduq. Yenə də functionımız, bir dənə header-ımız olsun, return-ımız olsun. Header-ımız olsun. Burada hələ ki bilmirik içərisində nə olacaq. Bu qaydada saxlayaq və header-ımızı da vermiş olduq. Eyni qaydada footer-ı da bu qaydada etmiş olacağam. Yəni header-in içində yox, ayrıca bir dənə footer directory düzəldəcəm və bunun içərisində bir dənə footer komponenti düzəltmiş olacağam. Footer.tsx'imiz olacaq. Burada da yeni qaydada function, footer'ımız olsun, return'ımız olsun. Burada da bir dənə footer komponent tagimiz olsun. Footer tagimiz, OK və export default footer'ı da burada vermiş olaq. Daha sonra gələcəyik bura və default layoutumuza bunları import eləyəcəyik. Birincisi bir dənə header'ı. Gəlirəm aşağı, burada footer import eləyirəm. Və təbii ki, bizim burada bu default layoutumuz gəlməlidir hara? Gəlməlidir burada, belə deyək ki, body'nin içərisinə. Hal-hazırda burada children'ı buradan silirəm və default layoutu gətirib burada, bu qaydada yox, bu AI bizim üçün burada sağ olsun verdi, amma buna ehtiyac yoxdur. Bunun import eləyək gəlin. Və bu qaydada import eləyəndən sonra məqsədimiz artıq children'ı buna child kimi nə etməkdir, verməkdir. Bunu belə verəndən sonra təbii ki, burada artıq type xətasıdır ki, nə edəcəyik? Burada children'ı ötürəndən sonra elə bu qaydada bunu buradan götürsək, tutaq ki, gələrik hara? Layihəmizə və burada children'ı buna verə bilərik. Bunu da bura verəndən sonra gəlirik, nə edirik? Children'ı da burada çağırmış oluruq. Bura qayıtsaq, type xətamız bitdi. Hər bir şey qaydasında. Layihəyə qaydırıq. Layihədə hələ ki, heç nə görmürük. Çünki page tsx'imizi nə etməmişik? Editləməmişik. Gəlin nə edək? Page tsx'imizi də editləyək. Page tsx'imizi necə editləyək? Page'lərdə export default function, yəni bu hissə qala bilər. Komponentləri həmişə özümüz düzəldirik və yaxud da ki, bunu da istəsək məsələn, bu qaydada silib hər bir şeyə, yəni onsuz da yenidən yazırıq. Amma page'lərdə export default function home qala bilər. Çünki page'lərlə belə deyək ki, hər dəfə yəni işləmirik də, elə bir dəfə yazırıq və bu qaydada getmiş olacaq. Bunun da içərisini təmizlədik. Bura hələ ki boş bir dənə React fragment ataq və bunu da buradan, bu importu da buradan yığışdıraq. Hal-hazırda page'imiz də tam sərgəli. Hətta elə bilə bura bir dənə H1 ata bilərik və bura bir dənə home yazaq. Təbii ki, burada home-u görürük, amma görürük ki, hələ də arxa dark modda qalıb. Bu Tailwind'in verdiyi ümumi CSS-dir ki, bu da global CSS-də editlənməlidir. Import Tailwind CSS mütləq şəkildə qalmalıdır, yəni onu silməyəcəyik. Burada hətta fontları da vermişdik ki, bizim fontlara burada əslində bir dənə bunu yazaq, amma digərindən işimiz yoxdur. Bunu silə bilərik. Heç bunlar sizə verməyiblər, amma qalsınlar. Məqsəd burada nədir? Body'ni təmizləmək. Body'ni təmizləyirik. Bizdə dark moda ehtiyac olmadığına görə buradan dark modu da təmizləyirik. Bu qala bilər, amma gələcəkdə lazım olmayacağına görə heç buna editləmək ehtiyac yoxdur. Bunu da silərik. Rootumuz qalsın, amma rootumuzun içərisi hal-hazırda boş olsun. Çünki buranı özümüz editləyəcəyik. Və nəticə etibarilə layihənin bu hissəsini də nə etmiş olduq? Təmizlədik. Amma görürük ki, hələ də bizim dark modumuz orada qalır. Bu da ola bilsin ki, hər hansısa bir config-dən nə verilibdir? Dark modu burada verib. Amma ən yaxşı halda buranı editləyəndən sonra bir dənə də yarın devimizi neyniyək işə salmış olaq. Və vəssalam, gördük ki, artıq bütün bu konfiglər təmizlənəndən sonra default olaraq nə etdi bizdə? Hal-hazırda boş bir dənə səhifəmiz var və dizaynımızı bura tətbiq eləyəcəyik. Default layoutumuzu düzəltdik. Növbəti videoda artıq ilk header komponentimizi editləyəcəyik.